yaşlananda daha gənc görünən bürcülər var. Məsəl üçün, mən tərəzi bürcüyəm. Həmişə deyirəm ki, mən yaşımdan çox-çox yaşlı görünürəm. Amma burada deyir ki, tərəzi bürcüləri yaşlarından həmişə cavan görünür. Bilmirəm, bəlkə o stilimizi saxlamağı bacarıq, başlamayım özümü tərifləməyə. Bəlkə qamətimizi düz saxlayırıq. Bilmirəm hansı səbəblərdən, amma mən həmişə demişəm tərəzi bürcüyəm və yaşımdan çox göründüyümü mən də deyirəm, hamı da deyir. Demək ki, Lentaz verib xəbəri, deyir ki, insanlar deyəsən zamanla gizli müqavilə bağlayıblar ki, gənc qalsınlar, qocalmasınlar, hamı desin ki, filan kəs cavandır. Bu müdriklük öz yerində, amma xarici görkəm cavan olaraq qalsın. Bunlar məsəl üçün əkizlərdir, tərəzidir, şirdir, dolçadır, oxatandır. Bu bürcülərdir, yaşlarından çox cavan qalır, cavan görünür. Heç kim onların yaşını təyin edə bilmir. Yenə də deyirəm, əkizlər, tərəzi, şir, dolça, oxatan bürcüləri həmişə yaşlarından çox cavan görünürlər. Qoy tərəzidən gözəlliyi, üslub və harmoniya olan təbii sevginiz bütün səviyyələrdə gənc qalmanıza kömək edir. Üslub. Mən həmişə fikir vermişəm ki, tərəzilər üslublarını həmişə saxlamağı bacarıblar. Əhval-ruhiyyələrini deməzdim həmişə yüksək olur, amma bəzən yüksək olur. Belə şirlər də cavan görünür. Özünə güvən var şirlərdə. Yenə də deyirəm, bu bürcülər həmişə yaşlarından çox-çox cavan görünür.